Əlilliyi olan hər bir şəxsin ən birinci uğuru onun müstəqilliyinin tam təmin edilməsidir. Yəni müstəqil həyatının təmin edilməsi təbii ki, cəmiyyətə inteqrasiya olunması deməkdir. Bu da paralelində digər əlilliyi olan şəxslərə motivasiya deməkdir. Mən 15 yaşım olanda əlil statusuna malik olmuşam. Çünki məhz aldığım zədədən sonra, onurğa sütunundan aldığım zədədən sonra yerimə qabiliyyətimi itirdim və bir daha yeriyə bilmədim. Mən düşünürdüm ki, həyatın sonudur. Hətta deyəndə ki, bir daha yeriyə bilməyəcəksən, təzə vaxtlarda, yəni bu cümləyə inanmaq istəmirdim. Yəni düşünürdüm ki, mən nə vaxtsa mütləq yeriyəcəm. Yəni müxtəlif belə deyək, üzərimdə müxtəlif terapiyalardan sonra, müxtəlif müalicələrdən sonra mən mütləq yeriyəcəm. Lakin ilk işim bundan sonra mən ilk işim kompüter almaq oldu. Yəni mənə kompüter hədiyyə etdilər və mən kompüter əldə etdikdən sonra orada öz travmam, öz zədəm barədə məlumatlar toplamağa başladım. Çox acı da olsa və mən onda öyrəndim ki, mənim yeriməyim bundan sonra yəni çox çətindir. Təbii ki, tibbdə bir belə deyək də yüksəliş olmasa və yaxud da bir möcüzə baş verməsə, mənim yeriməyim indiki dövr üçün mümkün deyil. Ona görə mən düşündüm ki, madam ki mən yeriyə bilmirəm, amma mənim arzularım yarım qalıb, hansı ki mən ali məktəbə hazırlaşırdım yıxıldığım ildə.